Salam kanalıma ve videoma hoş gelmişsiniz. Ay sesim biraz pis sıxır. Neyse. O dediğim size akşam vlog. Bu sefer akşam değil ama akşama kadar çekeceğim. Yani eğer vaxt çatsa akşama kadar çekeceğim. Bilmem yani. Bir de demiştim ki paranormal olaylarınızı yazın. Yazdınız mı bilmirəm. Çünkü mən eləyəndə mən bir dənə yoruma baxdım. Orada da bir dənə dostum idi. Salam verirdi. Necə sən falan dedi. Ona görə yəni hələ ki yazmamısınız. Baxaram eğer yazmadınızsa eləməliyik paranormal olaylarınızı, yəni qorxulu olaylarınızı. Anınızı yazarsınız diye ama yazmamıştınız. Eğer bir kişi yazırsa bir kişinin de okuyacağım. Eğer hiçbiriniz yazmamışsa okumayacağım. Ben niye böyle elim balalıcı görsen bilmirəm. Telefonda deyəsəm belədir. Neyse indi başlayaq. Eğer zaman çok olsaydı akşama kadar çekerdim. Ama çekebilmedim. Bilmiyorum yani. Belki çektim. Biraz bundan vuracağım. Her videoda görmüşsünüz yani. Tam olarak böyle. Ben bunu vurup gəlirəm. Ya da vurmak istemedim. Ne bileyim. Hoşum gelmedi. Hoşum gelmedi. Ona göre ne demek istedim diye biraz düşünüm. Gəlirəm. Ve gençler böyle bir şey yiyecek. Bilmiyorum yani ne kadar zaman. Ben evde böyle şeyler falan oturam televizyon falan baxıram diye böyle. İndi gəlin bunu deneyək. Bunu hiç yememişim. Gəlin onu da başlayaq. Gəlin indi açaq. Çox ne bileyim bunu aça bilmədim tam. İndi sizlerin qabağında açacağım. Ay Allah'ım vur. Ay. Ay. Şükür açabildim. Şimdi bunu tam atıp gəlirəm. Gəlin onda başlayaq. Biraz kameramı böyütdüm ki görə biləsiniz. Hələ ki açmamışam, indi açım. Və açdım. Qoxusu necədir? Belədir. Qoxusu belə kinder falan oxşayır. Gofret kimi də yəni belə. İçi belədir. Tadı da biraz Kinder oxşuyor. Neyse beğendim. Geçendim. Şimdi başka şey eləyəcəm. Ve biraz saçıma bundan vuracağım. Ve dostlar indi mən nə etmək istəyirəm? Buranı göstereyim. Ay bu nədir? Deyəm. Tam belə bir YouTube kanalımdır. Ve en birinci çıxdım. İndi gəlin bunu bir ay şeyleyək. Gireyim. Burada dostlar yazmışam ki yani necə deyim anınızı yazın diye burada yazmışam ki yazın qorxulu anınızı. Hər ki yazan yoxdur. İndi mən şeyə də topluluğa da yazmışam. Gireyim və bəli belə yazmışdım ki belə şeydən necə deyim qorxulu anınızı hər iki yazan yoxdur. Ben indi biraz telefona baxacağım və biraz baxdım. İndi başqa bir şey eləmək istəyirəm, sıxılıram. Düşünürəm ki hələ kitabım gələrəm. Dostlar hər ikisi hava belədir. Çox çəkə bilməyəcəm. Və dostlar biz yerləşirik. Markete gedəcəyik. Çünki necə deyim, sıxılırdıq evdə ona görə. Çəkməyə bilər, çox görsənmir. Dostlar biz hələ yerləşirik, çox uzaqdır. Hələ çox uzaq deyil ama yəni yavaş geçsə uzaqdır. Biraz kölgəli yeri keçək. İndi biraz özümü görürəm. Tam olarak 80 90 qəpik 95 qəpik götürmüşük ama ikisini işlədəcək. Bir dəqiqə, ikisi məndə var. Bir dəqiqə 15 qəpiyimiz qaldı. 15 qəpiylə də heç almaq istəmirəm yəni.
Bir dənə ona suxari kim bilirsə suxari, kim fanat bilirsə fanat deyim. Suxari yəni fanat deməkdir. Adı fanatdır suxarin. Onun belə balacasından var. Amma uzun deyirlər, yəni yumru. Bilənlər bəlkə var. Az yolumuz qaldı belə. Sən də danış az. Oy ayağım. Dur ne diyeceğim, ayağım bu kadar kaldı. Daşları ya incidir. Benim ayağım böyle. Gedirik. Ben markette çekmeyeceğim. Alıp geleceğiz. Ve gedende de iç tutmuştu yani çok pis şeydi. Biz de ona göre korkuyoruz. Neyse biz gidip alaq sonra gələk. Küçəlerde çok itlər var. Hə, çox itlər var bizdə. Və dostlar gəldik. Ay tutamısı. Bizim bir. Bunu bilənlər bilər. Bilənlər bilər. Belə. Bir dənə də ətli. Və belə gedirik. Yolumuz belə. Çok istedi, yanırıq. İndi biz de gedirik evə. Bunlar açarıq. Sonra yerik falan filan. Bir de kanala abone olup like atmayı unutmayın. Özellikle kanala abone olup like atmalı, bildirimleri açmalı da unutmayın. Çünkü bildirimleri atsanız ne video atsak bileceksiniz. Ve biraz kaçaq. Camaat bize bakır ki, neymirlər bunlar. Video çəkə-çəkə gedirlər, qaçırlar. Ve geldik evimizə. Girip geldik ve belə aldıq. Eve geldik, çok yorulduk. Ter bastık. Diyeceğim açaq, bir telefonu bir yere koyaq sonra. Ve Zeynep bundan, Zeynep de yani hayırdır diyemiz Zeynep. Bundan yemiş diye bunu beğenmemişim. Ben de biraz beğenmedim ama çok güzeldi. Birinci bunu açaq. Ok. Dadı da ne olsun diğer iç. Kokusu yani fanatlara bir oxşamadı yani. Normal belə suxariklərdən oxşuyur. İçi belədir. Ay. Neyse indi dadaq. Sen götür. Belədir. Ay göstərir bilmirsəm dəqiqə. Neyse belə göstərir. Belə hə. Dadı necə deyim? Necə qoxursa həyatda dadı. Dadım yani dadı da gəlmir, üstünə ət qoydular ama. Ama ət dadı biraz gəlmir. Necə deyim? Bir şey yeyəndə bir elə vaxtı olur dad gəlmir. Ona oxşayanda ama qəşəng dadı sevdik. Video biraz az olabilir çünkü zaman yetmeyebilir. Bunu açalım indi. Ay. Bu deyəsə pendir. Çox pendirə oxşayır. Necə qoxusu? Hə. Belədir. Kopya pendirdir də yəni. Dadına baxaq biraz pendir. Çox pendir sevən insan deyirəm. Mən də. Dadı elədir amma. Neyse bunu da denedik. Benim pendirliğe 10 puana 5 veririm. Ben de 10 puanda 4 veririm. O birisine de 10 puanda 9. Ben 10 veririm. Çok güzeldi onda. Neyse. Dostlar biraz zaman geçti ve ben de sağollaşmaya karar verdim. Ve niye sağollaşıram? Çünkü dostlarımla oynamaya gedirəm. Ay. Dostlarımla oynamaya gedirəm. Orada
oynayıb gələrik. Dostlar, gəldim. Ay, qapı. Və belə bir sıxıldım, otururam belə. Nə edəcəyimi bilmirəm. Yəni oynadıq, biraz istirahət eləmək istəyirəm. Yoruldum, oynadıq, qaçdıq falan. Ona görə dostlar, bacımın ətri çox gözəldir. Onu işlədim. Yəni qoxusu necə desəm bilmirəm. Çox gözəl. Deyə bilmirəm yəni necədir. Biraz vurdıq amma eyb yox. 8 Martda mənə belə bir şey almışdılar. Tüklər tökülür. Bu bacımınkidir. Göstər bilmirəm üzün. Nəysə, belədir. Əslində bunu çoxdan aldılar. İndi göstərirəm. Biraz zaman keçdi və biraz necə deyim, axşam olmağa başlandı ona görə mən də biraz sıxılıram. Nə edəcəyimi bilmirəm. Bir baxaq havaya. Nəysə, hava belədir hələ ki. Saniyə az qaldı bitməsinə. Yəni 17:43-də bitəcək. Hələ 14:08-dir. Bacım da yanımdadır. Ay, bunu çəkim də şey. Nə idi bunlar? Hə, oyuncaq çəkdim bu yana. Və dostlar, bacım da yanımdadır. Gəl bura. Niyə deyə çox fikrim yoxdur. Qorxulu şeylər oxumaq istəyirəm. Yəni paranormal hekayələr yazmadınız. Desən tam bilmirsiniz. Nəysə, indi biz də Google-dan falan yazarıq bəlkə. Bilmirəm. Gedib indi bəlkə də yəni fikirləşim gəlirəm. Yox, yaz istəmədim çünki bəlkə də yalan da ola bilər. Ona görə istəmədim. Və biraz kanallara falan baxacağam. Kanalıma abunə olun. Və dostlar, belə saniyə dolmaq üzrədir. 15:03-dür. Ona görə yəni mən videoyu sonlandırıram. Biraz hava qaralıb. Ona görə nəysə bu videomuzda bu qədər idi. Sağ olun.